Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə bağlı daha 12 nəfəri saxlayıb. Nazir müavininin sözlərinə görə adı çəkilən şəxslər aparılan istintaq çərçivəsində əldə edilmiş sübutlar əsnasında saxlanılıblar. Müəyyən edilib ki, saxlanılan şəxslərin oktyabrın 4-də mitinq təşkilatçıları ilə birlikdə Prezident sarayının baryerlərini sındıraraq saraya daxil olmağa cəhd ediblər. Qeyd olunan iş üzrə ümumilikdə 35 nəfər saxlanılıb. Məhkəmə oktyabrın 4-də keçirilən etiraz aksiyası çərçivəsində saxlanılan daha 5 nəfəri həbs cəzasına məhkum edib. Beka Maçavaryani, Vaxtanq Pitsxelauri, Manuçar Mikeladze, Aleksandr Xabeyişvili və Sergo Megrelişvili. Səhər məhkəməsində keçirilən proses gecə saatlarına qədər davam edib. Dövlət ittihamçısı onların 4-ü üçün həbs, müdafiə tərəfi isə zaminə buraxılmasını istəyib. İş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 27-sinə təyin edilib. Əvvəllər məhkəmə oktyabrın 4-də keçirilən etiraz aksiyası çərçivəsində saxlanılan 8 nəfərin işinə baxaraq barəsində həbs qəti imkan tədbiri seçib. Oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187, 222, 225 və 317-ci maddələri ilə istintaq aparılır. 4 oktyabr hadisələri hələ də siyasi partiyalarda əsas müzakirə mövzusudur. Oktyabrın 4-də devrilmə mitinqi deyilən aksiyaya əvvəldən şübhə ilə yanaşan həmin siyasətçilər nəticələrə görə təşkilatçıları günahlandırırlar. Milli hərəkatın isə hadisələrin niyə bu cür inkişaf etməsi ilə bağlı sualları var. Hakim komandaya gəlincə Gürcü Arzusu partiyası bildirir ki, hər bir qanun pozan şəxs dövlətdən sərt cavab alacaq. ATƏT ODİR-in bəyanatı qiymətləndirmənin mövzusudur. Müxalifət bəyanatın məzmununu bölüşür və bildirir ki, məktubda əsas mesaj Gürcüstanda artıq seçkilərin olmamasıdır. Hakim partiyanın mövqeyi fərqlidir. Gürcü Arzusuna görə bəyanatlarda dövlət çevrilişinə cəhd dedikləri 4 oktyabr hadisələri ümumi kontekstdə qeyd olunur və bu müvafiq qurumun Gürcüstana qarşı hərəkətlərindəki motivlərdən xəbər verir. ATƏT-in İnsan Haqları Bürosu Gürcüstanda yerli seçkilərdən sonra baş verən zoraki etirazlardan narahatlığını bildirir və həmçinin hakimiyyəti dinc toplaşmaq və ifadə hüquqlarına hörmət etməyə çağırıb. Bəyanatda həmçinin bildirilir ki, hökumət komandası vətəndaş cəmiyyətinin öz fəaliyyətini azad və təhlükəsiz şəkildə həyata keçirə bilməsini təmin etməlidir. Gürcüstanda öz hüquqlarından istifadə etdiklərinə görə dinc nümayəşçilərin saxlanılması və çevrilməsi davam edir. Hakimiyyət ATƏT qarşısında gördüyü insan haqları öhdəliklərinə və beynəlxalq öhdəliklərinə, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa borcludur. Bəyanatda deyilir. Gürcüstanda mövcud siyasi vəziyyət və oktyabrın 4-də yerli seçkilərdən sonra baş verən hadisələr ABŞ senatorları Senatın Xarici Əlaqələr Komitəsinin sədri Jim Risch və reytinq üzvü Çin Şahin tərəfindən müzakirə edilir. Biz Gürcüstanda siyasi vəziyyətin pisləşməsi və yerli seçkilərdən sonra Gürcüstan hökumətinin narahat edici hərəkətlərindən getdikcə daha çox narahat oluruq. Baş nazir Qobaxidzenin müxalifət partiyalarını qadağan etmək və onların liderlərini həbs etmək qərarı hədsiz, antidemokratikdir və Gürcü Arzusu partiyasının normal siyasi həqiqət və vətəndaş cəmiyyəti liderləri arasında siyasi dialoqa keçməkdə qətiyyən maraqlı olmadığının bir daha sübutudur. ABŞ hökuməti ilə əməkdaşlıq etmiş və komitəmizin sorğusunda iştirak etmişlər. Qürurlu bir tarixə malik olan bir ölkədə müxalif fikirləri yatırmaq cəhdini təmsil edirlər ki, Gürcüstan hökumətinin ABŞ-ın keçmiş rəsmilərini əsassız ittihamlarla hədəfə almasında qəbul edilməzdir. Biz Dövlət Departamentinin bu narahat edici hadisələri müzakirə etmək üçün Gürcüstan səfirini geri çağırmaq qərarını alqışlayırıq və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirmək qərarına gəlməzdən əvvəl Trump administrasiyasını Gürcüstan hökumətinin son addımlarını nəzərdən keçirməyə çağırırıq. Jim Risch və Jim Şahin birgə bəyanatında deyilir. Respublikaçı konqresmen Joe Wilson sosial mediada bəyanat yayaraq qeyd edib ki, Gürcü arzusunun tapşırıqlarını yerinə yetirən hər kəs bunu Amerikanın maraqlarına zidd edir. Respublikaçı konqresmen həmçinin dostluq aktının zərurliyinə diqqət çəkir.
Dövlət Departamenti haqlıdır. Çin Komünist Partiyasının hakimiyyəti altında olan Gürcüstan kabusu rejiminin anti-Amerikan fırıldaqçılarının Amerikanın maraqları ilə bağlı fikirlərini bildirməyə haqqı yoxdur. Mən minnətdaram ki, Nümayəndələr Partiyasındakı həmkarlarımın əksəriyyəti Gürcü arzunun tapşırığını yerinə yetirən hər kəsə qarşı tanınmamaq siyasətini seçiblər. Respublikaçı konqresmen yazıb. Joe Wilsonun bəyanatı Tbilisidə dəyərlərə səbəb olub.